Bugünkü xəstəmiz rektovaginal fistula xəstəliyindən əməliyyat olundu. 3 il öncə bölgələrimizin birində doğuş keçirmiş, deməsinə görə doğuşu ağır keçmiş, böyük döl olub və aralıq nahiyəsində tam zırılma baş vermişdi. Bundan sonra bir müddət keçdikdən sonra uşaqlıq yolundan artıq qaz və nəcis ifrazı başlamışdı. Maraqlısı odur ki, ginekoloqa müraciət edib, ginekoloq ona təklif edib ki, növbəti doğuş olsun və növbəti doğuşdan sonra bu problem həll olacaq. Absurddur, belə bir şey ola bilməz. Yəni, aralıq nahiyəsinin, düz bağırsağın ön divarının bütün total olaraq əzəlləri zədələnmişdi. Levator ani əzəllərinə kimi zırılmalar baş vermişdi. Bugün xanımın əməliyyatını etdik. Həmin əzəllərin tam bərpasını icra etdik. Həm daxili, həm xarici sfinkter əzəlləri ön divarda tam şəkildə belə deyək, qaçmışdı, yox idi. Onları bir-bir tapıb bərpasını və anusu qaldıran əzəliyə kimi tam bərpası və aralıq əzələsinin bərpası icra olundu. Sizdən tövsiyə olunur, əgər sizdə belə bir problemlər olursa, əsasən xanımlarda, yəni ağır doğuş travmalarından sonra, ağır doğuşlardan sonra təbii ki, çox zaman rektovaginal fistula yaranır və bəzən qadının utancaqlığından, bəzən düşüncəsi, tibbi maariflənmənin zəif olmasından illərlə bu patologiya ilə yaşayırlar. Belə hal olursa, mütləq olaraq proktoloqlara vaxtında müraciət edin. Bu problem, yəni bir saat ərzində tam həll olunan bir günü bucu problemlərdən biri sayılır. Allah şəfasını versin. İnşallah xanım tam faydasını görər. Bütün anal kanal və ön nahiyədə olan problemləri bununla bitər və sağlığına qovuşur. Allah şəfasını versin.